Deməli, ikinci hissədən elektrik yükü mövzusundan bir sualın izahına baxırıq. Kimlər ikinci hissədədir? Artıq elektrik yükü mövzusuna keçmisiniz yəqin ki. Sonda deyilir, hər birinin kütləsi 5 kiloqram olan əks işarəli yükə malik metal kürələr bir-birini 20 Newton qüvvə ilə cəzb edir. Biri müsbət, biri mənfi olduğuna görə bir-birlərini cəzb edirlər və aralarında bax belə bir qarşılıqlı təsir qüvvəsi var və qiyməti də 20 Newtondur. İpdə yaranan T gərilmə qüvvəsinin qiymətini tapın. Deməli, ipdəki gərilmə qüvvəsinin qiymətini tapmalıyıq. Bu yükün kütləsi 5 kiloqramdırsa, ağırlığı olacaq mg'dən 5 vurulsun 10, 50 Newton. Aşağıya doğru 50 Newton olacaq. İndi biz bu yükə diqqət yetirsək, bu yükə 3 dənə qüvvə təsir edir. Biri müsbət yükün onu cəzb elədiyi qüvvədir. O yuxarı yönəlib. Biri gərilmə qüvvəsidir, o da yuxarı yönəlib. mg də aşağı yönəlib. Tarazlıq halında həmin o yuxarı yönəlmiş 20 ilə gərilmənin cəmi 50-yə bərabər olmalıdır. Buradan da tapırıq T bərabər olacaq 30 Newton.